Ödənişli atalıq məzuniyyəti üçün son addımlar. Milli Məclisin Regional Məsələlər Komitəsində atalıq məzuniyyəti ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə atalara uşağın doğulması ilə əlaqədar verilən 14 günlük məzuniyyətin ödənişsiz statusdan ödənişli statusa keçirilməsinə nəzərdə tutur. Bu dəyişiklik təsdiqlənərsə, doğumla bağlı arayış təqdim edən atalar 14 təqvim günü ərzində əmək haqqı ilə təmin olunacaqlar. Hazırda qüvvədə olan qanunvericilik atalara yalnız ödənişsiz məzuniyyətin verilməsini təsbit edir. Yeni layihə isə ailənin gücləndirilməsi və uşağın qayğısında atasının rolunun artırılmasını məqsədi daşıyır. Müzakirələrdə bildirilib ki, məzuniyyətin müddəti dəyişmir, yalnız ödəniş mexanizmi əlavə olunur. Sənəd komitə səviyyəsində razılaşdıqdan sonra plenar iclasa çıxarılacaq və qəbul ediləcəyi halda 14 günlük ödənişli atalıq məzuniyyəti rəsmən qüvvəyə minəcək.